Hamınıza salam dostlar, necəsiz, yaxşısınız? Dostlar, mən bundan sonra Free Fire videosu paylaşacağım. Bundan sonra dedikdə, yəni təzə kanalımda Free Fire videosu paylaşacağım. Bugünkü mövzumuz ayardır. Bugünkü mövzumuz hassasiyet ayarıdır. Sizə hassasiyet ayarı verəcəm. Ama ilk önce ondan əvvəl gidip bir eğitim bölgesinde yoxlayaq. Ondan sonra hassasiyet ayarını ayrıca kısa video kimi paylaşacağım. İsteyenler gidip bakıp götürebilir. Gitti indi eğitim bölgesine. Bu arada her şeyi diyeceğim. DP'dir, ateş düğmesinin ölçüsüdür, hoppanma düğmesinin ölçüsü, oturma düğmesinin ölçüsü, sonra ne diyeyim daha, oturma düğmesinin ölçüsü, sonra muhafız duvar ölçüsü, onlara ayar deməli dostlar. Ayar sadece pompalı M1887 ve Deagle ayarıdır. Ancaq OMP'də də qəşəng işləyir. OMP və MP40'da. MP40'da o kadar da yox, OMP'də qəşəng işləyir. Bir iki vuruş eləyək, sonra yalnız kurpa girərik. Dondu elə bir, hə dondu. Bir de ya elimi biraz isindireyim. Çok uzak ayarı değil. Bu ayar elə bir ki Deagle'da orta mesafe ayarıdır. Orta mesafeden elə bir ki sinədən ateş nişangahı sinədən aşağı olmayını tövsiyə eləmirəm. Orta mesafe seçirsiniz. Nişangah baxın. İndi ayaq tərəfdədir. İndi qaldıranda getmir. İndi sinə tərəfdədir. Yavaş qaldıranda bədən gedir. Sürətli qaldıranda kafa gedir. Mən bir neçə ildir ki oyuna təzə qayıtmışam. Təzə dünənləri qayıtmışam deyə. Dünənləri qayıtmışam deyə hələ oyuna öyrəşməm. Dünənləri qayıdan kimi qəşəng hassasiyet ayarı tapdım. Dedim sizinlə də paylaşım. Ayar Redmi Note 8 üçündür. 4 GB yaddaş, 4 GB RAM, 64 GB yaddaş olan Redmi Note 8 üçündür. Ekran sürəti 60 Hz olmalıdır. Eğer ayarlarda göstermirsə ekran yenileme sürətini, deməli onda fikir verməyinizə ehtiyac çoxdur. Elə Redmi 8'lərin çoxu 60 Hz olur. Bu ayar elə bir ayardır ki, oyuna girer girmez yalnız kurt oynamayın. Oyuna girmezden əvvəl azı bir 10-15 dəqiqə vaxtınızı eğitim bölgesinde keçirin. Elə bir ayardır ki, hatta uzanan kafa gedir. Yəni elə bir ayardır bu. Səsimin pis çıxması baxmayın, üzürlü sayın, xəstəyəm deyə. Mən Deagle'da bu qədər göstərdiyi, keçək diğer əsas ayağa, diğer əsas silaha, pompalı
M87'ye. Burada da eləməli olduğunuz şey Deagle'da orta məsafəni ayarlayın. Nişangah sinə ilə bərabər və sinə ilə bərabər ola bilər. Sinədən üstə olmağı daha sinə hizasından üstə olmağı daha tövsiyə edilir. Ayarda deməli ateş butonunun ortasından yuxarı orta sürətdən qaldır. Yavaş qadan gedir. Çox qaldıranda isə çox hündürə gedir. Yavaş qaldırdım. Çox qaldırdım. Çox yuxarı getdi. Sürətdə qaldırdım ki, arxa getsin. Oynatmayacağım, video çekeyim. Ona göre elim tam da öleşmeyeyim de. Biraz pis oynayalım. Gördünüz de yəqin. Pompalıda ise ateş düğməsinin ortasından sürətlicə yuxarı drag eləyin. Yəni yuxarı qaldırın. Kafaya kaldırın. Eğitim bölgesinde işe yaramır. Eğitim bölgesinde. Ancak yalnız kodda çok yaxşı işe yarayır. Size bir neçə oyunun kaydını göstereceğim. Hem de ki bir oyun veya bir neçə oyuna da gireceğim ki özünüz görün. Yani şarkı ayarlayın. O ayarlayın. Yani uzanan yerde kafa atılabilen ayar. Düzünü değil, çarpıyor. Özünde aktarırdı, tapar. Ancak bu ayarı ayarı sıfırladım, sonra özüm təzdən ayarımı düzelttim. Qəşəng də aldı. Uzanan yerde qəşəng kafa gelir. İndi gedək bir neçə oyunun kaydını göstereyim ve bir neçə oyunda oynayayım ki siz özünüz görərsiniz. Şimdi getdik. Üzürlü sayınızdan geldi. Videonu dayandırmalı oldum. Şimdi girək bura. Geçmişe girək. Şimdi o oyunları aktarıp tapacağım ve size göstereceğim. Tamam dostlar. Birinci oyun budur. İkinci oyun diyesem yok, ikinci oyun bu değildi. Bu da değildi. Bu iki tane oyunda AFK kalmıştım ona göre. Demek ikinci oyun hansıydı? İkinci oyun buydu. Birinci oyun ise birinci oyun buydu. Bu oyun. İkinci oyun ise buydu. Yine məndə kayıt yoxdur deyə göstərəmirəm də. Bu oyunda elə bir ki mən ancaq pompalın Deagle'la kafa atırdım. Axırıncı roundda 4-4 olanda rəqib Tragon götürdü. Tragon'daki bizdə iki modu var. Tragon'un obri bomba atan modundan öldürdü məni. Yəni orada rəqib hile işlətdi də. Hile deyəndə öldürmək üçün hər şey elədi də. Taraqda Tragon'la. Burada belə oduzdum. Obrisində isə demək. Bunda isə ancaq kafa ataraq udmuştum. Birinci 3 tane roundu AFK idim. Xəbərim yoxdu da oyun başlamışdı.
Girdim gördüm oyun başlayıb. Sonradan o bir roundda uddu məni. Sonradan mən 5-4 elədim. İndi girək bir dənə yalnız kod oynayaq. Bu arada dostlar size bir söz diyebilirim. Sizde de olur. Ara bir oyuna gülmeli sesler gelir. Bilmirəm petten değil. Pet deyəndə karakterin şeyindən değil. O gördüğünüz gibi işe yaradı da. Qalır siz de üzülürsə ya. Bir qarnı ağrı tutub. Elə bir dənə səs gəlir oyuna. Bilmirəm mənim səs effektimdir. Yumruğun özelliği deyil, nədir? Ancaq qəribə səs. Heç düzəldə bilmədim. Harada axtardımsa yox idi. Bilmirəm nədəndir. Yumruqdan da deyil, çünki bu yumruğu alan bir neçə nəfər var. Bir neçə nəfər deyəndə çox adam var da. Onlardan gəlin imnimanız eləsin. Bir de muhafız duvarın içindən necə vura bilir o? Neyse gönderim. Muhafız duvarın içinden vurmaz. Ne bileyim. Groza götürdü. Groza'nın kafası. Mesela burada mecbur kaldım, taramalı oldum. Yoksa belə Groza'na kafa getmir. Bu ayar Deagle ve Deagle pompalı ayarıdır. Deagle ikili pompalı ayarı. UMP ve XM8'de yaxşı işləyə bilir. UMP ve XM8'de yaxşı işləyir. Aramalıyam. Ayda. Yine ben niye bilərəm ki, Groza mənim ayarımdır. İnime pompalı seçtirək. Evde biraz ses var diye mecbur olur. Belki böyle bir garibe davrandı. Evde biraz ses var, problem var diye mecbur kalıp sesi bağlayacak. Daha doğrusu pompalını rəqib seçir. Panel açır. Ay bu niye AFK'dı? Ayda bu niye AFK'dı yaxı? AFK'dı sen
Mana AFK olmasaydı. Yani de sayılır. Bakın gözünüz daha. Badanla gedir, ancaq mən gəlib sürətli drag edeyim də. Mən yavaş drag edirəm, AFK-dır deyə. Yəni AFK-da yavaş drag edirəm. Ona görə ki, kafa getməsini istəmirəm də. AFK-ya da kafa attımsa daha nə oldu? Neyək daha bu da belə oldu. Neyse kalsın. İndi sizə hassasiyet ayarını atacağım. Hassasiyet ayarının videosunu atacağım. Bakarsınız.